Salamlar Xalidə müəlliməm. Necəsiz? Ümid eləyirəm ki, yaxşısınız. Mən hal-hazırda gəlmişəm Avropanın ən ucqar qərb nöqtəsinə, hansı ki biz öyrənmişdik coğrafiya dərsində. Kabadoroka burnudur bura. Deməli, burada insanlar gəlirlər, şəkil çəkdirirlər belə müxtəlif. Orada isə koordinatlar qeyd olunub. Deməli, 9 şərq uzunluğu, 38 şimal enliyi, 9 şərq uzunluğunda yerləşir bura. Və orada öz dillərində qeyd olunub ki, burada yer bitir və dəniz başlayır. Belə bir, orada əslində belə deyək, məkan. Pik kimi sayılır, orada çəkdirir insanlar şəkillər. O dənizin qırağında qayalıqlardır. Belə bir yerdir. Sit me like lay out before you got off the line, super on my shoulder.